Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarına hazır olduqlarını, lakin bunun yalnız döyüş meydanında formalaşmış reallıqlar nəzərə alınmaqla mümkün ola biləcəyini deyib. Rusiya lideri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı hazırda irəli sürülən təkliflərin Moskva üçün qəbul edilməz olduğunu bildirib. Onun sözlərinə görə, Kiyev Rusiya önündə heç bir üstünlük əldə edə bilməyib və gələcəkdə də buna nail olmayacaq. Putin Ukraynanın mülki obyektlərə zərbələr endirməklə Pandora'nın qutusunu açdığını və Rusiyanın buna cavab verdiyini deyib. O, Rusiyanı 40 gün ərzində məğlubiyyətə uğratmaq cəhdini Kiyevin və qərbdəki tərəfdaşlarının növbəti avanturası adlandırıb. Putin qeyd edib ki, Ukraynanın həyata keçirdiyi hücumlar qarşıdurmanın girişində dönüş yaratmağa imkan verməyib. Putin həmçinin Rusiyanın Ukraynanın müdafiə sənaye kompleksi məsələlərinə, o cümlədən Kiyevdə yerləşən bəzi obyektlərə zərbələri artırdığını açıqlayıb. Onun sözlərinə görə, bu addımlar Rusiyanın logistika obyektlərinə endirilən hücumlara cavab xarakteri daşıyır. Rusiya lideri Moskvanın cavab tədbirlərinin daha həssas və dağıdıcı olacağını qeyd edib. Putin eyni zamanda Rusiyanı qorxutmaq və ölkədə keçiriləcək seçkilərin girişinə təsir göstərmə cəhdlərinin olduğunu iddia edib. O bildirib ki, Moskva buna imkan verməyəcək.